yaradılış aləmində Allah əzəmətinin məzhəri Əli ibn Əbi Talibdir. Bir həqiqət olaraq. Allahın əzəmətini yaranmışlar içində özündə gəzdirən, ən çox göstərən varlıq Əlidir. Kəbədə doğulan bir adam deyir, mən Peyğəmbərin qullarından bir qulam. Əleyhissalam deyir. Peyğəmbərin deyərəm ki, dünyada qəlbi Əli ilə xoş olurdu. Əli təskinli idi ona. Allahın qoxusunu, o aləmlərin qoxusunu Əlidən alırdı Peyğəmbər. O getdiyi, seyr elədiyi aləmlərin qoxusunu. Allahla görüşmüş adama dünyada qalmaq çox çətindir. Biz başa düşmürük. Mən nə danışan, nə eşidən başa düşmür ki, o aləmdən yerə enən insanın burada mövcudluğu nə qədər çətindir. Orası çox uca aləmdir. Allahın yanıdır, Allahın qatıdır. O qayıdıb gələndə dünyaya, Əleyhissalam Allah onun üçün yaratmışdı ki, onun yanında bir təskinlik olsun. O aləmlərin iyni qoxusunu ondan alsın. O körpə idi, anası onu dünyaya gətirəndən Peyğəmbər onu aldı qucağına və da vermədi anasına. Dedi, bu uşaq mənə məxsusdur, mənimdir, mənim canımdır, mən xidmət eləyəcəm buna. Mən bunu tərbiyə eləyəcəm. Ağuşuna aldı və Peyğəmbərin qucağında şəhadət verdi Peyğəmbərin Peyğəmbərliyinə. Hələ Quran nazil olmamış Müminin surəsini oxudu Peyğəmbərin qucağında. Allahın özünün də xüsusi münasibəti var əleyhissalam. Dünyaya gəlmək istəyir. Bu bir dəfə baş verib, da baş verməyəcək. Nə əvvəl, nə sonra. Anası təvaf eləyəndə Kəbənin divarı bunun üçün yarılır. Ora daxil olur. 3 gün orada qalır, divar bağlanır, xəbər olmur Fatimə bint Əsəddən, Əlinin anasından. 3 gündən sonra yenə də qapıdan çıxmır. Allah Kəbənin divarını yarır, o Kəbədən xaric olur. Əlbəttə bütün bunlar Peyğəmbərin əzəmətini göstərir. Deyir ki, Kəbədə doğulan şəxs özünü Peyğəmbərə fəda edir. Kəbədə doğulan bir adam deyir, mən Peyğəmbərin qullarından bir qulam. Əleyhissalam deyir. Gör Peyğəmbər kimdir ki, Allah bu əzəmətli şəxsi ona fəda edir. Gör Peyğəmbər nə məqamın sahibidir. Heç kimə qismət olmayıb o evdə doğulmaq, onun doğulması möcüzə ilə baş verir. Onun doğum evi Kəbədir. Hansı insan var ki, doğum evi yazanda yazsınlar Kəbədir. Kəbənin içində doğulub. Onun adı Əlidir. Onun adı Əli. Əli yəni uca. Uca Allahın ucalığının məhzəridir. Allahın ucalığının məzhəridir. Allahın ucalığının güzgüsüdür. Bilirsiniz ki, Allahın əzəməti xüsusi sifətdir də. Özünə məxsus bir sifət. Biz gündə namaz qılırıq, rüküyə gedirik, əyilirik o əzəmətin qarşısında. Deyirik, Subhanə Rabbiyəl azimi və bihamdi. Mənim Rəbbim əzəmətlidir. Səcdəyə gedirik, lap da torpaq oluruq onun qarşısında. Deyirik, Subhanə Rabbiyəl ə'la və bihamdi. Mənim Rəbbim ucadır. Ə'la və əli eyni kökdəndir. Uca deməkdir, uca mənasındadır. İbadət nə üçündür? O əzəmət qarşısında əyilmək üçündür. İnsan Allahın əzəməti qarşısında əyildikcə Əlini tanımağa başlayır. Çünki Əli bu ucalığın rəmzidir. Bax, bunu başa düşməyimiz çox önəmlidir. Əleyhissalama münasibətdə. Mövcud olduğumuz aləmdə, yaradılış aləmində Allah əzəmətinin məzhəri Əli ibn Əbi Talibdir. Bir həqiqət olaraq. Allahın əzəmətini yaranmışlar içində özündə gəzdirən, ən çox göstərən varlıq Əlidir.